Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Günəşli bir yaz səhərindən hər birinizi salamlayırıq. Sağlam Səhət yenə efirdədir. Bugün həftənin son buraxılışı ilə sizin qarşınızdayıq. Cəmi bir neçə dəqiqə sonra yaz aylarında dəriyə düzgün qulluqla bağlı maraqlı bir söhbətimiz olacaq və bütün suallarımızı dermatoloq Pərviz Dadaşov cavablandıracaq. Cəmi bir neçə dəqiqə sonra. Sağlam Səhətə baxırsınız və qonağımız dermatoloq Pərviz Dadaşovdur. Xoş gəlibsiniz, doktor. Xoş gördük. Əslində çox sevinirik. Qış geridə qalır, soyuqlar geridə qalır. Nə yaxşı ki, yaz gəlir, Novruzu qarşıladıq. Amma yaz gəlirsə günəş də gəlir, doktor. İstərdim, necə özümüzü bu günəşli günlərdə qoruya bilərik, o haqda suallarımızı cavablandırasınız. Yaz gəlir, günəş artır. İlk nəyə diqqət etməliyik, doktor? Yaz gəldikdə bizim dərimizin yenilənməsi də sürətlənir və bir çox xarici faktorlar dərimizə təsir edir. Bu xarici faktorların içində ağaclar da tozlanır, bir çox allergik durumlarımız da artır, allergik şikayətlər də artır və yazın sonlarına doğru artıq yayın gəlişi ilə günəşin şüaları da daha da qızmarlaşır və bu da dərimizə bir çox təsir yetirə bilər. Buna görə də qış dönəmində sizlə danışmışdıq dəriyə qulluq. Yaz dönəmində artıq bu standartları biz dəyişməliyik. Çünki hər mövsümə uyğun olaraq dərimizə necə qulluq eləməliyik, onun fərqində olmalıyıq, onun bilincində olmalıyıq. Qış dönəmində biz dərimizi əsasən yoğun nəmləndirirdik. Günəş qorucu sürmə sıxlığını azaldırdıq, amma yenə də sürməyə davam edirdik. Ən çox da ləkəli üzləri olan pasientlərimiz, ləkəli üz problemləri yaşayanlar üçün aqressiv ləkə müalicələri edirdik. Lakin yaz dönəmində biz bu bütün və bir haşiyəyə də çıxım, günlük olaraq istifadə etdiyimiz gecə kremləri, gündüz kremləri qış dönəmində tamam fərqli idi. Yazda isə nə fikir verməliyik? Qış dönəmində asid içərikli, turşu içərikli kremlərdən daha çox istifadə edirdik. Hansı ki, ləkə problemlərimiz varsa onları aparmaq üçün. Yazda demək olar bunlardan istifadə olunmur. Əgər istifadə olunacaq məcburiyyətimiz varsa, həftəlik istifadəsi minimuma endirilir və onun içərisində turşu bazı ən aşağı olanlardan istifadə olunur. Rutin olaraq, günlük olaraq ən çox önərilən, ən çox istifadə olunan niasinamid tərkibli kremlər, antioksidan kremlər istifadə olunmalıdır ki, bunu əsasən səhərləri istifadə edirik. Nəmləndirici qışda olduğu kimi yazda da mütləq şəkildə istifadə olunmalıdır. İlk öncə antioksidan tərkibli kremlər istifadə olundu, onun üzərinə nəmləndiricilər və onun üzərinə isə olmazsa olmaz günəş qoruyucular istifadə olunmalıdır və günəş qorucu sürülməsi evdən çıxmadan 20-30 dəqiqə öncə vurulmalıdır. Çünki biz günəşə çıxarkən vuracağımız günəş qoruyucunun bizi qoruma effekti aşağı olur. Və ən önəmlisi isə bu günəş qoruyucuları seçdikdə çox diqqətlə seçməliyik. Günəş qoruyucular, iki tipdə günəş qoruyucular vardır. Mexanik filtrəli və kimyasal filtrəli. Mexanik filtrəli günəş qoruyucular hansı populyasiyon üçün önəmlidir? Bu əsasən uşaqlar üçün, hamilə qadınlar üçün, müəyyən bir endokrin pozğunluğu olan pasientlər üçün önəmlidir ki, çünki bu içəriklər də soğurulmurlar, bədənimizə keçmirlər və bizə hər hansı bir yan təsir eləmə ehtimalları çox aşağıdır. Və bu günəş qoruyucular əsasən sink oksid və titanium oksid tərkibli günəş qoruyuculardır. Bunların mənfi cəhəti ondan ibarətdir ki, bunların dəridən təmizlənməsi çətin olur. Yəni, axşamlar mütləq şəkildə bunlar günəş qoruyucular dəridən təmizlənməlidir ki, cildimiz hava ala bilsin, cildimiz normal rutin öz fəaliyyətini davam etdirə bilsin. Təmizləməsək biz bunları, cildimiz üçün müəyyən bir zərərlər yetirə bilər. Digər kimyasal içərikli günəş qoruyucuları isə fikir verdikdə, bəzən biz fikirləşirik ki, niyə bu günəş qoruyucular ucuzdur, bu günəş qoruyucu bahadır. Elə o soruşmaq istəyirdim, doktor. Bahadırsa daha keyfiyyətlidir. Baxın, belə deyim, hər hansı bir məhsulun hazırlanmasında müəyyən bir maddələrdən istifadə olunur ki, bu maddələrin qiyməti təsir eləyir həmin məhsulun qiymətinə, məhsulun dəyərinə.
Müəyyən bir tərkibli günəş qoruyucular var ki, onlardan xüsusən də kişilər istifadə etməməlidirlər. PABA deyilən, paraamino benzoik asid tərkibli günəş qoruyuculardan demək olar diqqət etmək lazımdır. Günəş qoruyucularının tərkibində bunlar olmasın, laktokrolin deyilən bir maddə içərən günəş qoruyucular olmamalıdır. Çünki bu tərkib varsa günəş qoruyucunun tərkibində, o sistemik dolaşma, sorularaq sistemik dolaşma keçir və düşünün, yayda 2 saatda bir, 3 saatda bir biz günəş qoruyucunu istifadə eləməliyik. Bu da estrogenik tərkib verir. Yəni bu qadınlara bir şey etməz, zaten qadınların hormonu estrogendir, kişilərdə isə müəyyən bir estrogenik ətkilər qoya bilər. Məsələn, ginekolomastik ətkilər qoya bilər və s. Buna görə buna diqqət etməliyik belə.